Ana Vətən Partiyasının 25 oktyabr 2025-ci ildə keçirilən qurultayından sonra müzakirələrin fərqli məzrəyə yönəlməməsi üçün istər mətbuatdan, istərsə də sosial şəbəkələrdən mənə ünvanlanan sualları cavablandırmaqdan mümkün olduğu qədər çəkinmişəm. Bölgə TV xəbər verir ki, bu sözləri Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının oğlu sədrliyə namizəd Elçin Ağamalı sosial şəbəkə hesabında yazıb. Partiyada yaranmış durumun qarşılıqlı şəkildə oturub danışılaraq həll olunması üçün çoxsaylı təşəbbüslər göstərsəm də, addımların müsbət qarşılığını görməyib. Şəxsimə qarşı olan haqsız münasibətlə barışaraq geri addım atmaq barədə düşüncələrim olub və bu fikri müəyyən məqamda səsləndirmişəm də. Ancaq qurultaydan sonra partiyada gedən proseslər məni bu fikrimdən daşındırıb. Belə ki, qurultaydan sonra mənim namizədliyimi dəstəkləyən rayon təşkilatlarının sədrlərinə qarşı təqib prosesi başlayıb və onlar əsassız iddialarla və bir çox hallarda isə heç bir səbəb göstərilmədən partiya sıralarından və partiya vəzifələrindən xaric olunublar. Bu isə partiyanın mövcud yerli təşkilatlarının 4də 3-ü deməkdir. Qərarlar qeyri-legitim partiya strukturlarının adından verilib və öz ardından daha çox sayda qanunsuz qərarların qəbul olunması ilə nəticələnib. Nizamnamə maddələrinin bütün mümkün müddəalarının pozuntusu ilə müşayiət olunan növbəti qurultay hazırda partiyanın yerləşdiyi binanın akt zalında gizli şəkildə keçirilməkdədir. Bakı şəhəri və yaxın şəhər və rayonlardan gələn, əsasən partiyaya heç bir aidiyyəti olmayan şəxslərin iştirakı ilə keçirilən qurultay qeyri-legitimdir və hüquqi mübahisələndirmə üçün növbəti pozuntudur. Rayon təşkilatlarının sədrləri pozulmuş hüquqların bərpa olunması və qurultaydan sonra qəbul edilmiş bir sıra qərarların ləğv olunması məqsədi ilə məhkəməyə müraciət ediblər və onların bundan sonra müdafiə olunması mənim üçün artıq bir vicdan məsələsidir. Məhkəmə prosesinin gedişi barədə mətbuata mütəmadi açıqlamalar veriləcək, deyə Elçin Ağamalı bildirib. Məsələ ilə bağlı Fəzail Ağamalı APAZ açıqlamasında bildirib ki, bugün keçirilən qurultayın gündəliyindəki məsələlər və qəbul edilən qərarlarla bağlı ilkin rəsmi məlumat açıqlanacaq. Qurultayda Günay Ağamalının sədr seçiləcəyi gözlənilir. Xatırladaq ki, Ana Vətən Partiyasının oktyabrın 25-də keçirilən qurultayında qalmaqal yaşanıb. Belə ki, Fəzail Ağamalı sədrliyə oğlunu deyil, deputat qızı Günay Ağamalını gətirmək istədiyi üçün qurultayın işinə fasilə verərək üzvləri zaldan çıxarmaq istəyib. Bu zaman tərəflər arasında mübahisə daha da qızışıb və Elçin Ağamalı tərəfdarlarının say çoxluğu ilə Ana Vətən Partiyasına yeni sədr seçilib. Lakin Fəzail Ağamalı bu nəticəni tanımayıb. Rəna Rövşən qızı, Bölgə TV.